Mən Elçin Rəhimov 1972-ci ildə Zərdab rayonunun Burunlu kəndində anadan olmuşam. Burunlu kənd məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 92-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırıldım. Sovet dövləti dağıldıqdan sonra vətənə qayıtdım, milli orduda xidmətə başladım. Torpaqlarımızın müdafiəsi üçün Qarabağa yollandım, 704 saylı hərbi hissənin tərkibində Ağdam rayonunda düşmənə qarşı döyüşdüm. Ağdamın Mərzili kəndindən tutmuş Füzulinin aşağı Veysəlli kəndinə qədər olan geniş bir əraziyə hissəmiz cavabdeh idi. Adı düşmən tərəfindən qorxu ilə çəkilən 704 saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdim, şanlı bir döyüş yolu keçdim. Qaravənd kəndi uğrunda gedən döyüşlərin birində 92-ci ilin sentyabr ayında torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim. İndi ruhum çox rahatdır, qeyrətli Azərbaycan oğulları torpaqlarımızı işğaldan azad edərək bizim də intiqamımızı aldılar.